Marneolidə törədilən qətlə bağlı hökm oxundu. Təqsirləndirilən şəxsə 12 il həbs cəzası verildi. Rustavi şəhər məhkəməsi prokurorluq tərəfindən təqdim olunmuş sübutları tam şəkildə qəbul edib və qəsdən adam öldürmə faktı üzrə təqsirləndirilən şəxsi günahkar hesab edib. Bu barədə baş prokurorluq məlumat yayıb. Bildirilib ki, məhkəmə prosesində təqdim olunan sübutlarla müəyyən olunub ki, 2024-cü il noyabrın 18-də Marneolidə təqsirləndirilən şəxs intiqam motivi ilə zərər çəkmişə iti alətlə həyatı üçün təhlükəli, ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıb. Zərər çəkmiş aldığı xəsarətlər nəticəsində xəstəxanaya çatdırılmadan əvvəl dünyasını dəyişib. Qurumun yaydığı məlumatda qeyd olunub ki, hüquq mühafizə orqanları təqsirləndirilən şəxsi 2024-cü il noyabrın 19-da saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib. Rustavi şəhər məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittiham üzrə tam şəkildə günahkar hesab edib və ona 12 il azadlıqdan məhrum etmə cəzası təyin edib, məlumatda deyilir. Xatırladaq ki, ötən ilin 18 noyabr tarixində saat 18:30 radələrində Marneoli şəhərinin Səməd Vurğun küçəsində qətl hadisəsi baş verib. Hadisə nəticəsində 35 yaşlı kişi intiqam motivi ilə gənc bir oğlan tərəfindən bıçaqlanaraq qətlə yetirilib.